Hal-hazırda Iskra avtomobilindəyik, yeni modeldə. Gedirik otelə doğru. Demək olar ki, yarım saatdır bagaj gözləyirəm. Havası təmizdir amma, gözəl havası var. Davam edin, izləməyə davam eləyin. Gəlin bir yerdə bu hadisələrə şahid olaq. Gəlib çıxmışıq otelə. Oteldə indi gözləyirik bizə otaq versinlər. Səhər yeməyini yedik, biraz doyduq. Hər şeyi sizlə bir yerdə görürəm. Saat 11-ə qalır, nəhayət otağı verdilər. Gözəl yerə mənzərəsi açılır sizə deyim. Buradan birbaşa gölə açılır mənzərəsi. Əlavə olaraq Lada hədiyyələr göndərib. Buna da yüz maskasıdır, pay başmaq. Bu lazım deyil. Xoş gəldin məktubudur bu. Burada bir Iskra köynəyi var. Böyükdür əynimə yəqin ki. Qəşəng yorğun idim. Belə qəşəng də yatdım, dincəldim. Biraz çox yatdım elə belə. Və gəldik belə bir yerə, belə bir restorana. Və burada artıq rəssam canlı Ladanın şəklini çəkir. Olduqca maraqlıdır izləmək. Elə oturub qismat yemək yerdik, gördük. Bəcəmiz də gəldi. Sabah 254 kilometr yol sürəcəyik. İndi gedirik, yenidən qaydırıq otelə. Biraz dincələk, çünki səhər tezdən bizi ağır bir gün gözləyir. Sabahınız xeyir olsun. Bugün artıq Minskdə ikinci günümüz başlayır. Buraların yolları çox əladır. Yəni səbirsizlənirəm burada maşın sürmək üçün. Səhər yeməyini yeyəndən sonra bir neçə saat sonra gəldik. Burada parkingdə indi bir briefing olmalıdır. Bütün maşınları, düzübləri bura. Bizə verilən avtomobil isə bu avtomobildir. Avtomat sürətə qursan təşkil olunmuş bir Lada Iskra. Ətraflı danışacağım. Sanki elə bir Qrantanın xaricdə yaşayan bir əmisi oğlu gəlib, amma fərqli bir adla. Daha müasir, daha yenilikçi. Eksteriyerdə kiçik toxunuşlar ediblər. İnteryerdə yaxşı toxunuşlar var. Askı sistemi o qədər də möhkəm deyil. Daha doğrusu, yəni sərt deyil. Mühərrik mənə gəlir ki, bu maşına görə biraz zəifdir. Sual verəndə ki, biraz mühərrik elə bu avtomobil üçün biraz zəifdir. Dedilər ki, sakit hərəkət maşınıdır. Hə bəylər, düşünürəm ki, artıq avtomobil haqqında danışmağımın vaxtıdır. Niyə gəlmişəm bura? Mənim burada nə işim var? Lada üçün gəlmişəm. Yeni Lada Iskra modeli üçün. Gəlin elə sizə Lada Iskra modelini göstərim. Baxın, bu da həmin o sözü gedən günün qəhrəmanı. Durub o boyda yol gəlmişik buna görə. Demirəm, əladır, superdir, vaudur. Amma yaxşıdır. Avtomobil Grantadan 6 sm uzun, Vestadan isə 11 sm qısadır. 3 növdə təklif olunur avtomobil. Buradan qapını açaq. Kabotda elə bir şey quraşdırıblar ki, həqiqətən gözləmirdim bunu. Vacib sayılır ona görə. Bilirsiniz nədir? Amortizatordur. Amortizatorlar var kabotda. Bildiyimiz Priora mühərrikidir. Təkmilləşdiriblər. Daha yaxşılaşdırıblar. Euro 6 standartına gətirib çıxardıblar. 3 dənə variantda təklif olunur. 5 pilləli mexaniki sürətlər qutusu ilə 8 klapanlı 1.6 mühərrik 90 at gücü və 141 Nm tork hasil edə bilir. Digər iki variant isə biri 6 pilləli mexaniki sürətlər qutusu ilə 16 klapanlı 1.6 mühərrik. O artıq 106 at gücü və 148 Nm tork hasil edə bilir. Üçüncü variant da eyni ikinci variant kimidir. Sadəcə sürətlər qutusu dəyişib, mexaniki yox. CVT sürətlər qutusudur. Avtomat da yox, CVT sürətlər qutusudur. Avtomobil mənim fikrimcə bu mühərrikə uyğun deyil. Daha yuxarı mühərrik olmalıdır. Ən azından 1.8 falan. Mən sual verim ki, mühərrik məncə azdır. Dedilər, bu standart şəhər avtomobilidir. Daha yuxarı mühərrik istəyənlər Vesta ala bilərlər. Vesta'da 1.8 mühərrik var. Dedim, heç nə. Gəlin kapotu bağlayaq. Mən sizə dizaynla biraz danışım. Maraqlı bir dizayn var avtomobildə. Mən bəyənirəm avtomobilin dizaynını. Avtomobildə fənərlər LED deyil, adi H4 lampalardır. Gündüz işıqları LED-dir və ora dönmə işıqları inteqrasiya olunubdur. Duman işıqları var, ön tərəfdə heç nə radar zad yoxdur, sadəcə onun zaqluşkaları var orada. Yəqin ki, inşallah gələcəkdə nəzərə tuturlar bura radar qoymağı, ona görə belə bir addım atıblar. 16-lıq disk təkərlər var avtomobildə. Gəlin sizə avtomobilin arxa dizaynını göstərim. Lada Iskranın arxa dizaynı. Arxa dizaynındakı arxa stop işıqları LED-ə oxşasıra LED deyil. Ümumiyyətlə LED texnologiyası avtomobildə yoxdur. LED Vesta'da var idi. Vesta, SV, Cross'da var idi. Arxa kamera var burada. Arxa parktroniklər var. Arxa duman işığı. Arxa parktronik 4 dənə daha, 2 dənə də deyil. Arxa duman işığı görürsünüz bamperin altında. Geniş yük yeri var və gəlin baxaq görək. Hətta burada ehtiyat təkər də mövcuddur. Bir də organizer var ki, müəyyən təkər açarların falan yerləşdirə bilərsiniz. Bir də nasos var, yəqin nasos özlərinin, yəni komplektasiyaya aid deyil.
Burada arxa oturacaqlar, biz əşyalarımızı bura yığmışıq, səfər halındayıq. Təbii ki, 4 şüşənin 4-ü də avtomatdır. Arxada oturacaqlar qızdırıla biləndir. Arxada 2 dənə əlavə şarj portu var. Bu da avtomobilimizin interyeri. Mən istəyirəm belə göstərim sizə. Sükan artıq hamıya tanışdır yeni Lada modellərindən. Avtomobilin yol tutuşunda sükan da böyük rol oynayır. Mənim xoşum gəldi. Əlavə olaraq nəzarət paneli mexanikidir. Sadəcə bir multifunksiyanal belə deyək, məlumat displeyi var burada. Bir də 6 inçlik monitor. Soruşdum ki, bu düymənin burada nə işi var? Dedilər yerini dəyişəcəyik. Hələ ki bura qoymuşuq. Avtomobilin 6 inçlik monitoru var və Yandex tamamilə bütün Yandex sistemləri, hətta Alisa tamamilə inteqrasiya olunub avtomobilə. Bax, Alisa dedim, hər iki də keçdi. Heç nə Alisa, heç nə. Hətta evinizdə kamera, lampa və yaxud hər hansı bir belə deyək, gadget, hətta elektrik yuvaları belə ağıllıdırsa, bunu avtomobildən idarə edə bilirsiniz, Alisa'ya qoşa bilirsiniz. Avtomobilin daxilində internet var və bu 3 illik ödənişsiz verilir alıcılara. Ondan sonra artıq yəqin ki, qiymətlər məlum olacaq. Bu arada Azərbaycana gəliş qiymətləri nədir, olacaqmı Azərbaycanda heç bir məlumatım yoxdur. Və avtomobildə tətbiq var. Lada Connect tətbiqi, hansı ki, həmin o Lada Connect-lə siz avtomobil harda işə başlayıb, mühərrik işə salınıb, neçə kilometr yol gedilib, harda dayanıb, haralara səfər olunub, ani əyləcləmə harda olub, nə qədər olubdur, hansı xəritə ilə getmisiniz. Hamısı göstərir. Avtomobilin nəzarət panelində qeyri-adi nəsə müşahidə olunsa, nə bilim, hər hansı bir belə deyək, açar işarəsi və yaxud təkər hava təzyiq işarəsi yansa, hamısı sizin telefonunuzdan əks olunacaqdır. Bu da tətbiqin adı Lada Connect-dir bayaq dediyim kimi. Kondisioner klimatdır. Deyiblər gələcəkdə bunu da elektron eləyəcəklər, rəqəmsal eləyəcəklər. Burada 2 dənə stəkan altlığı var. Arxa sərnişinlər üçün stəkan altlığı nəzərdə tutulmayıb, amma qol altında yoxdur, qol altı iş yoxdur. Parça oturacaqlardır, oturacaq qızdırıcılardır.